vasitəsi kimi baxanlar yəqin bu süjetimizi izlədikdən sonra bunun belə olmadığını anlayacaqlar. Belə ki, internetdə fəaliyyət göstərən Nurlu Həyat Forumunun üzvləri bugün növbəti xeyirxah aksiyalarını gerçəkləşdirdilər. Mütəmadi olaraq valideyn himayəsindən məhrum olan uşaqları sevindirən forum üzvləri bugün Uşaq Sümük Bərəm Sanatoriyasının balaca sakinləri üçün heyvanat parkında gəzinti təşkil etdilər. Belə bir təşəbbüslər inşallah gələcəkdə çıxış eləmək istəyirik və bütün insanları internet vasitəsilə, televiziya vasitəsilə belə bir xeyriyyəçiliyə çağırırıq. Bir ildir ki, bizim Nurlu Həyat Xeyriyyə Fondu xeyriyyəçi işlərlə məşğuldur və biz çalışdığımız qədər kimsəsiz uşaqların yanına gedərək onlardan köməyimizi əsirgəmirik və biz bu internet vasitəsilə bütün cavanları bizə qoşulmağa dəvət edirik.